Gördünüz, Prezident İlham Əliyev nə dedi? Ərəb dövlətlərinin problemlərini elə ərəblər özləri həll eləməlidir. 5-6 il əvvəl bizi öz taleyimizlə baş-başa buraxan, maraqlanmayan Fələstinlə biz niyə maraqlanmalıyıq? Məncə bu, bəzi xəbərlərin altında gedən şərhlərdə İsrail tərəfdarı olan vətəndaşların üzərinə hücum çəkən ərəb sevdalıları Fələstin sevdalılarına ən böyük cavab olar. Mənim xəbər aparıcısı olaraq maraq dairəm siyasətdir, marağım dünyada baş verən proseslər, siyasətçilər və s. Amma mən indiyə qədər heç bir tanınmış, qoyuram kənara sivil insanları, vətəndaşları, heç bir tanınmış bir Fələstinli, siyasətçi, dövlət rəsmisi, nümayəndə, təmsilçi, hər nə deyirsinizsə deyin, görmədim ki, oranı təmsil edən, o ölkəni, Fələstini, Fələstinliyəm deyə təmsil edən bir şəxs çıxıb Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda hər hansı bir paylaşım eləsin, mesaj göndərsin və yaxud da Azərbaycanın haqq işində Azərbaycanın yanında olsun. Əksinə, həmişə erməniləri dəstəkləməkləri gözümüzə girirdi. Və gələndə adi, sivil, sizin təbinizə desək, qırılan Fələstinlərə, onlar Azərbaycanı ölkə olaraq bəlkə də heç tanımırlar. Və ən acınacaqlı məqam budur ki, Azərbaycanın sivil vətəndaşları bir-biri ilə Fələstinlilər üstündə dava qırğına çıxırlar, mübahisəyə çıxırlar, söyüş, təhqir və s. Niyə? Niyə? Sən niyə İsraili dəstəkləyirsən? Əslində biz İsraili dəstəkləmirik. Biz görünməyən tərəfləri göstərməyə çalışırıq. Necə ki, ermənilər dünyaya saxta, barbar bağırırlar ki, Azərbaycanlılar, məsələn, indi hal-hazırda Azərbaycana qarşı terror törətməkdə günahlandırılan ermənilər var. Mühakimə olunurlar Bakı Ağır Cinayətlər Məhkəməsində. Bax, ermənilər dünyaya çatdırmaq istəyirlər ki, onlar günahsızdılar və Azərbaycanlılar onları günahsız yerə mühakimə edirlər. Və müqayisə eləyin. Fələstinlilər, ərəblər bağçaları boşaldırlar, yığırlar ora terrorçuları, Həmas terrorçularını və İsrailə qarşı atəş açırlar. Və İsrail ona qarşı cavab verəndə dünyaya qışqırırlar ki, baxın, İsrail uşaq bağçasını vurdu, məktəbi vurdu, yaşayış evlərini vurdu. Əslində orada olanlar terror təşkilatının üzvləridir. Eynən ermənilər kimi. Və ortada bir teatrallı oyun gedir. Amma bunların heç birinin bizə dəxli yoxdur. Bizim mövqeyimizi vətəndaş olaraq, Azərbaycan olaraq mövqeyimizi dünyanın siyasətinə qibtə etdiyi, diplomatiyasına nümunə göstərdiyi İlham Əliyev ortaya qoyur. Bizim heç kəslə işimiz yoxdur. Ona görə də əziz millətimiz, əziz xalqımız, qırmayın bir-birinizi o ərəblərə görə. Valla onların heç vecinə deyildi ki, 30 il əvvəl Azərbaycanın Xocalda qadınlarının, qızlarının başına nələr gətirdilər. Onlar ermənilərlə qol boyun dost olublar həmişə.